Dediniz ki, yoldaşınız sizə çox dəstək olur. Siz necə bildiniz ki, o sizin adamdır? Biz çox maraqlıdır. Mən belə deyək də tək böyümüşəm, bilirsiniz. Və çox belə aktiv bir həyat sürmüşəm. Kifayət qədər xuliqan olmuşam. Və mən öz yoldaşımla tanış edəndə bizi tanış elədilər, dostlarımız. Yəni həmin dostlarım, sağ olsunlar. Bizi tanış elədilər və biz tanış olanda üçüncü ya beşinci gün idimi, belə bir mənalı olaraq mən başa düşdüm ki, bu mənim adamımdır da. Yəni burada sevgi, hörmət öz yerində, amma dərhal başa düşdüm ki, yəni biri var bu xanımla gelib restoranda yemək yiyəsən, ya bir gəzintiyə çıxasan, o öz yerində. Amma biri var birbaşa olaraq, yəni ağlımda elə bir quş işarəsi qoydum ki, bu xanımla ailə qurmaq lazımdır. Nəsə oldu sizi o fikrə gətirdi, yoxsa? Siz ab-hava danışıqda xarakter məsələsi, bilmirəm, belə bir deyim var, bilmirəm nə dərəcədə düzdür, indi bu şey eləməsinlər, çox məni qınamasınlar ona görə, deyir ki, qız deyir, atasının xarakterinə, atası yaxşıdırsa təbii ki də, atasına bənzər bir kişilərə tərcih eləyər. Yəni, bənzər zahirən yox da, yəni, xasiyyətçi. Oğlan da anasına bənzər xarakterci qadınları tərcih edər. Görünür ki, mənim rəhmətli anamın xarakterik cizgiləri var imiş xarakterdə. Görünür məni cəlb eləyən, yəni istilik bağı yaradan, sanki ailəmin yenidən bərpa olmasını tərənnüm eləyən belə bir amillər var idi ki, sanki qayıtdı, sanki odur, sanki ola bilər. İndilərdə düşünürəm ki, niyə məhz o? Hə, cavabı indilərdə artıq tapıram, yəni belə deyək. Həddi buluğa çatandan sonra. Amma ailəni seçirdi görünmür, yoldaşınız. Mən bunun tərəfdarı deyiləm, heç onlar özləri də tərəfdarı deyil. Oğlumu hərdən müəyyən bir reklamlarda filan çəkirəm, çünki oğlum mənim istiqamətimdən getməyi, yəni humanitardır axır ki, başa düşdüyüm qədərsilə. Yoldaşımız boz kardinaldır da. O boz kardinaldır. Ona çox komfortludur öz vəzifəsi və orada da qalsın.